Mən həmişə deyiblər, Sulduz, sən həmişə olmalısan, köməksevər, nəzakətli, mehriban olmalısan. Həmişə çalışmalı kömək eləməyə və heç kimdən qarşılığı gözləməli deyilsən. Amma bunu eləsəm də pis niyyətim olmasa, eləyirəm. Çoxsu fikirləşir ki, bu zəiflikdir. Yəni necə olur? Kiməsə salam verirsən, birinci gözləyir ki, sən salam verəsən. Sonra sən salamı qarşılığı salam gəlir. Başa düşdünüz də? Bu da eyni şeydir. Amma çox vaxtı kimsəni məsləhət görür, necə olmaq lazımdır, necə eləmək lazımdır. Mən onların tərəfini tuturam. Mən onu qəbul edirəm, onu düz deyirlər. Çünki hər insan olmalıdır, tam səmimi və mehriban. Amma kiməsə bunu çox vaxtı köməkli eləyirsən, sonra birdən sən işin düşür bu insanlara. Yəni ümumiyyətlə qıraqdan baxırsan, bu insanlar sənə heç sənin tərəfə çox sağ ol da deməzlər. Deyərlər ki, sən eləməlisən, sənin imkanın var, borcundur. Sən indi elədin, başımı nəyə görə sərkirləyirsən, nəyə görə indi gözümə soxursan? Və işdə də deyirlər ki, həmişə sən kamə kömək eləməlisən. Həmişə sənə öz işini görməlisən, başı aşağı salıb işini görməlisən. Amma heç kim demir ki, əslində sənin işin nədən ibarətdir? Onun bunun işini eləyəndə, kömək eləyəndə deyirlər ki, sən öz işini bilmirsən. Belə deyirlər də, mütəxəssis deyilsən. Amma kimsə bir iş, bir xırda iş, önəmli də olmasa, amma eləyir. Onu elə şir deyirlər ki, deyirlər bu adam mütəxəssisdir, bu adam mühəndisdir, bu adam öz işini biləndir. Amma sən baxırsan belə, deyirsən ki, hər insanın öz ağlı var. Ona görə çox vaxtı biz qulaq asırıq valideynlərimizi. Çox vaxtı biz qulaq asırıq məktəbdə nə deyirlər. Evdəkilərlə deyirlər ki, qulaq as müəllim sənə gələcək üçün öyrədir, bir şey deməz. Amma evə gələndə başlayırsan deməyə müəllim belə deyib. Sonra həmənki valideynlər başlayırlar o müəllim barədə deməyə, bunların sözünə razı olmayanda başlayırlar deməyə ki, düz demir, qulaq asma, belə elə. O həmənki avtoritet. Bilmirəm, avtoritet Azərbaycanın başqa sözü var. Yəni yaza da biləsi, kommentdə yaza biləsi, düz demədim, düz danışmadım. Amma danışanda kim nəsə eşitmək istəyir, onu qəbul edir, sən düz deyirsən, haqlısan. Amma sən həqiqətən ola necə var deyirsən adama, səndən razı olmurlar.